الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. İnsan qardaşlar, elm əhli deyir ki, İbn-i Qayyim rahimehullah ünsiyyət sözündən götürülür. Yəni, insan tək başına yaşaması mümkün deyil. Nə iləsə, kimləsə gərək mütləq irtibatı olsun. Ünsiyyət, əlaqə, çevrə, bərabərlik, cəmaat olan yerlərdə bu kəlmə tələffüz olunur. İnsan tək qalması, tək yaşaması mümkün deyil. Mütləq çevrəsində kimlənsə irtibatı olması lazımdır. Bu birinci məsələ. İkinci tərəfdən də bu insanı idarə edən qəlbi var. Bu qəlb insanı idarə edir. Əgər qəlb sağlam olsa, əl, ayaq, göz, ağız, burun, hər şey nə olur? Sağlam olur. Yəni, qəlb günahlara yol verməsə, insanın üzvləri günahlara yol vermir. Bu qəlbə də ona görə qəlb deyilir ki, qəlb çevrilən, dəyişən, haldan hala düşəndir mənası. Qəlb çevrilmək deməkdir. Ona görə insanın halı dəqiqədə bir dəyişir. Küfür, iman. Şirk, tövhid. Sünnət, bidət. Hidayət, zəlalət. İman yüksəlir, iman azalır. Bax, qəlb daimə dəyişir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allahümmə inni ə'udhu bikə min qalbin la yaxşə. Qorxmayan qəlbdən sənə sığınıram, ya Rabbi. Ey Allah! Peyğəmbər sallallahu aleyhi və səlləmin səcdədə etdiyi ən çox dua o idi ki, necə ki, Ayşə radiyallahu anhə rivayət edir, Ya muqallibəl qulub, thəbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Rabbim, mənim qəlbimi İslam dinində sabit et. Qəlbimi çevirmə. Ona görə qardaşlar, insan deməli həm ünsiyyətdə olmalıdır, həm də qəlbinin çevrilmə təhlükəsi var. Və burada elm əhli deyir ki, insanın mühitdən təsirlənməyi var. Əgər sən bir mühitdə yaşasan ki, bir cəmaatın içində yaşasan ki, hamısı söyünç söylər, sən də söyünç söyəcəksən, onlardan biri olacaqsan. Əgər sən oturub durduğun adam, əgər özünə dost olaraq, sirdaş olaraq seçdiyin adam və yaxud da yaşadığın çevrə hər hansı bir günah növündə israrlıdırlarsa, sən də onlardan biri olacaqsan. Qumarbazın yanına getdin qumarbaz, nəmmamın yanına getdin nəmmam, yalan danışanın yanına getdin yalan danışan, böhtan atanların yanında oldunsa böhtan atan, fahişənin yanında oldunsa fahişə, zinakarın yanında oldunsa zinakar, mərdin yanında oldunsa mərd, kişinin yanında oldunsa kişi olacaqsan. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, səhih hədisdə, Əl-mar'u alə dini xalilihi fəlyanzur Əl-mar'u alə dini xalilihi fəlyanzur əhədukum mən yuxalil. Kişi dostunun dinində olur, sizdən biriniz baxsın ki, kiminlə dostluq eləyir, kiminlə oturub durursan. Bu çox önəmlidir. Əgər sən bir adamla irtibat, əlaqə, ünsiyyət qurdunsa, sən burada bu əlaqədə, bu ünsiyyətdə şəxsi mənfəətini güdməməlisən.
Yəni filana ehtiyacın var, ona görə gedib gəlirsən, filandan asılacağın var, ona görə irtibat qurursan, şəxsi mənfəətlərini dini mənfəətinin üstünə qoyma. Həmişə hədəfdə bir nömrəli din olmalıdır. Dinin xətrinə, Allah xətrinə, din üçün etməlisən etdiyin hər şeyi. Ona görə fəsad əhlindən, günah əhlindən, fisq əhlindən, Allahın dinini təhrif edən insanlardan din olaraq uzaqlaşmağın lazımdır. Yoxsa bildikdən sonra ki, bu insan fasiqdir, bu insan zəlalət əhlidir, bu insan fitnə əhlidir, bu insan şübhə əhlidir, bu insan zərər verir. Bununla bərabər, sən onu bildikdən sonra sən onunla yenə dostluq edirsənsə, artıq burada sən dinini tapdalamış olursan. Dinin peşində deyil, şəxsi mənfəətlərin arxasında olursan, sənin dostluğun Allah üçün deyil, saxtakarlıqdır bu. Allah üçün İslam dinində sevmək var, Allah üçün nifrət etmək var. Mömini imanına görə sevməlisən, dinin düşmənini, bidət əhlini, fasiqləri də onlardan meydana gələn asiliklərə görə onlardan nifrət eləməlisən. Sən bunu etmirsənsə, sənin iman problemin var, İslam problemin var. Yəni, imanın düzgün, kamil deyil, İslamı düzgün anlamamışsan mənasında. Yer özündə zaten görünən odur ki, hamı ola bilməz. Amma əksər insanlar kimlənsə dostluğunu hər hansı bir mənfəətə görə, hər hansı bir xatır könla eləyir. Bu doğru deyil. Bu doğru deyil. Sən bəyan eləyəndən sonra ki, bunda 1, 2, 3, 4, 5 bu qədər fəsad, bu qədər şər, bu qədər fisk, bu qədər küfür, bu qədər şirk, bu qədər günahlar, onları bildikdən sonra bu şeylərə göz yumub, yeni mənfəətinin peşində gedərsə, artıq bu insan da onun tayıdır. Çalış, bu dini küçümsəyənlərin yanında olma. Çalış, Allahın əmrlərinə qiymət verməyən insanların yanında olma. Çalış, sünnəni küçümsəyən insanların yanında olma. Muhammed sallallahu aleyhi ve sellemin gətirdiyi şəriəti fırlatanlardan, Peyğəmbər sallallahu gətirdiyi şəriəti küçümsəyənlərin yanında əsla olma. Çünki sən bunu etməsən, sən o zaman dinini ucuz qiymətə satmış olacaqsan. Peyğəmbər sallallahu salih insanın yanında oturanla, günahkar insanın yanında oturan insanı ətir satanla dəmirçiyə bənzədir. Ətir satan bir də dəmirçi. Dəmirçinin otağına girən fasik insanın məsəlidir. Onun yanına girəndə ya paltarını yandıracaq, ya üstüne bir köz, kömür, pisi qoxusu çökəcək. Əziyyət çəkəcəksən. Amma salih insanın yanında oturan ətir satana bənzəyir. Ya ondan ətir alacaqsan, ya sənə ətir sürtəcək, heç bir mənfəətin olmasa ən azından bir gözəl qoxu hiss edəcəksən. Yaxşı insanla pis insanın məsələ budur. Möminlə fasiqin məsələ budur. Bu çox önemlidir qardaşlar. Əksər insanların bugünkü gündə azmağının səbəbi bilirsiniz nədir? Bəzi insanların zəlalətə düşməyinin səbəbi bilirsiniz nədir? Həmin o zəlalət əhlinin oturub durmaq. Əgər sən bugün getdin, toylarda gəzən adamın yanında oturub durdunsa, sən bugün getdin, ağzında söyünc işləyən adamın yanında oturub durdunsa, sən bugün getdin, müğənnilərin yanında oturub durdunsa, sən bugün getdin, qumarbazların yanında oturub durdunsa, sən bugün getdin, fahişələrin yanında oturub durdunsa, bir gün, 2 gün, 3 gün, 4-cü günü onlardan biri olacaqsan, bundan qaça bilməyəcəksən. Ona görə, dinsiz insanın yanında olmaqdan tək qalmaq daha yaxşıdır. Mömin cəmaatın içində əziyyət olsa da qalmaq, tək başına qalmaqdan daha yaxşıdır. Bunlar önemli qaydalardır. Çalışın qardaşlar. Həyatda
həyatda ən dürüst, ən mərd, ən bu dini kişi kimi yaşayan insanlarla dostluq edin. Vallahi billahi tallahi sizin sabit qədəm olmağınıza, bu dini mərdcə yaşamağınıza yardım edəcəklər. Sən azmayacaqsan, möhkəm olacaqsan. İnsan kimin yanında olur, onun tipində olur adətən. Bəzi adamlar var, qadın xarakterlidir. Qız kimi danışır, qız kimi gülür, qız kimi yeriyir. Az qalır ki, minüfqə geyinsin. Səbəbi bilirsiniz nədir? Onun anası Qoqona doğmayıb. Qız bibiyi doğmayıb. Onun anası xarab xarakterli doğmayıb bunu. Bu insan elə adamlarla oturup durduğu üçün bu xarakteri daşıyır. Bu həm kişilərə aiddir, həm də qadınlara. Bəzi qadınlar niyə açıq-saçıq geyinir? Niyə pis gündə geyinir? Niyə ərinin yanında pijamada oturup durur? Yad kişilərin yanına gedəndə fitnə məqamlarını, fitnə yerlərini göstərən, cəzb edən paltar geyinir. Çünki çevrəsində oturan qadınlar öz orqanlarını başqalarına göstərməklə fəxr edir. Bu da ona görə onların yanına getdiyi, gəldiyi üçün onlar kim olur? Siz fikir verin, cemaat namazını 5 vaxt məsciddə qılan insanın yanına getdiyin zaman yemək ye, içmək iç, söhbət elə, namaz vaxtı gələndə sənə ilk dediği şey nə olacaq? Gəl məscidə gedək. Namaza gəlməyən insanın yanına get, yemək yiyəcək, içmək içəcək, namaz vaxtı gələndə sən namaza gedək deyəndə deyəcək, yox, evdə qılar. Hərə özü kim olmaq istəyir başqalarına. Ona görə bidət əhli çox təhlükəlidir. Elhamdülillah. Allah həmd olsun ki, burada hamı sələfidir. Hamı əhl-i sünnə əqidəsini daşıyır. Aramızda nə sufi yoxdur, nə təkfirçi yoxdur, nə xarici yoxdur, nə murciyə yoxdur, nə də rafizi. Bu sabitliyi qorumaq üçün yeganə yolumuz var. Kişi adamlarını oturup durun hər yerdə. Tacir ol, həkim ol, mühəndis ol. Kim olursan ol, sahədə hər zaman kişi adamlarını oturup durun. Vəssalam. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcma'in.